Salam aleykum əziz kanalımızın izləyiciləri. Belə bir suallar verilir ki, qoyun təkrar qoça gəlir, səbəbi nədir? Adətən onun ilk mayalanmasından uğursuz olması ilə bağlıdır. Normalda qoyun mayalandıqdan sonra 17-19 gün ərzində yenidən qoça gəlməməlidir. Əgər 17-19 gündən sonra yenidən qoça gəlirsə, bu mayalanma baş verməyib deməkdir. Əsas səbəblər nədir? Qoçun sperması zəifdir və ya qoç sonsuzdur. Yaşlı, xəstə və ya qida çatışmamazlığı olan qoçlarda bu hal tez-tez olur. Qoyunun cinsiyyət orqanlarında infeksiya və ya intihab olur. Xüsusilə metrit, vaginit və ya endometrit zamanı mayalanma alınmır. Mayalanma zamanı vaxt düzgün seçilməyib. Qoyun qızışmaya başlayandan 12-18 saat sonra cütləşməyə verilməlidir. Vaxtından əvvəl və ya sonra qoç buraxılırsa, yumurta hüceyrə artıq aktiv olmur. Qidalanma zəifdir və ya bədəndə vitamin çatışmamazlığı var. Əsasən E vitamini, A vitamini və selen çatışmamazlığı, reproduktiv sistemi zəifdir. Stres və ya pis saxlanma şəraiti, qorxu, sıxlıq, hava dəyişməsi və ya yem dəyişikliyi təsir edir. Parazitlər və qurdlar, daxili parazitlər də orqanizmin ümumi vəziyyətini və mayalanmanı zəiflədir. Bu halda nə etmək lazımdır? Müalicə və tədbirlər. Lazım olarsa antibiotik, məhz oksitetrasiklin, penstrep və s. təyin olunur. Vitamin və mineral əlavələri verilir. İnjeksiya və yemək qatılaraq E vitamini, selen, A vitamini, fosfor və sink verilir. Məsələn, E selenium iynəsi 1 mg 40 kiloya gedir. Parazitlərə qarşı qurd dərmanları verilir. Qızışma dövründən 2-3 həftə əvvəl qoyunlara albendazol, ivermektin və ya triklabendazol kimi preparatlar verilməlidir. Yaxşı yemlənmə və sakit şərait təmin olunmalıdır. Qidada zülal, mineral və enerji balansı vacibdir. Qızışma dövründə mütləq heyvanları stressdən uzaq saxlayın. Bu qədər qısa olaraq sizə səbəbləri izah etmək istədim. Bu səbəblərdən istifadə edin ki, heyvanlarınızda belə problemlər yaşanmasın. Kanalımıza abunə olun ki, növbəti dəfə belə maarifləndirici videolar çəkiliş edək və bizə də motivasiya verilsin. Hər kəsə uğurlar, Allah malınıza bərəkət versin, heyvanlarınıza yaxşı baxın, yaxşı qulluq edin ki, onlardan da xeyir görəsiniz. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.